bu arvadı qəhriz, bu nəsli qəhriz, adı Valehdir. Şəhid ailələrinə, qazilərə zülm edir. Prezident administrasiyasında qəbulda olur. Bakın, bu qəhrin balası qaziləri döyən, sürüyən adamdır. Prezident aparatında qəbulda durur bu qəhrin balası. Adı Valehdir, Valeh. Bakın, bu anası ağzından qalan, bu arvadına çaldınız, bu arvadına, nəslinə əminiz. Nəsildə kişi olsa bu elə olmazdı. Bakın, bu kimin adamıdırsa, düz prezident aparatında qəbul şöbəsində durur, adı Valehdir. Bütün qaziləri sürüyür. Qaziler, inqilab olan zaman tankı bunun üstünden süreceksiniz. Yaxşı mı? Yaxşı mı? Ailelikçe ha. İtten olan küçük olar. İtten olan küçük olar. Ailelikçe. Ailelikçe. Temiz deməliyik biz. Temiz deməliyik. İtten olan küçük olar. Bir dənə cız elətdirirsiniz gecə ilə. Ailelikçe. 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 Baba o. Bu prezidentin qəbul şöbəsində duran polisdir. Bütün qaziləri qəsdindən sürüyür. Qaziləri təhqir edir, şəhid ailələrini təhqir edir. Bu balasını qazilər ilk fürsətdə bilirsiniz də bunu başa salın. Mən bilirsiniz ki, hələ şiddətdən yana deyiləm. Hələ deyirəm başa salın. Başa düşməsə başına salın. Yaxşı mı? Bunun ana bağışsına sorayım mən. Bunu doğan ananın arasına sorarsınız. Bütün qaziler size deyirəm ha, Azərbaycanda ne kadar şərəfli qaziler varsa, o qazilerin qara dağları və əsrı bunun arvadının, uşağının ağzına olsun. Bunu doğan ananın arasına verin. Bunun doğan ananın ciğer qabi sevənlər cinləsin. Bunu doğan atan, bunun bığlarına bak, bunu tutun anasını doğrayın ha. Geceyle bunu salın dombal. Özü petrasını alacak. Bir başa bunu ailelikçe caz-cuz, atası anası da ha, hamısı ailelikçe caz-cuz eləsin. Caz-cuz. Bildinizdə nədir caz-cuz? Gəlin hələ bir buna zəng eləyim görüm. Bir buna zəng eləyim görüm, götürəcək mi bu telefonumuzu? Bircə dəqiqə değerli həmvətənlərim. Bircə dəqiqə. Səbirli olunca zəng eləyə biləcəyim buna. Aha. Nömrəyə baxın. Alo. Valih müəllim, salam. Salam. Səni doğan ananın əmcəyini sənin arvadının ağzına ver. Valih müəllim, sənin uşaqlarının ağzına doğduğu. Gördünüz, nömrəyə də baxın ha. Bir də elə bilərsiniz, mən yalandan dedim. Prezidentin qəbul şöbəsinin mühafizəçisi polis Valehdir. Ala bax. 3366 50 559 3366. Gördünüz mü? Ne geçede kulak asla söyüşümün axırına kadar. Gördünüz mü? İlham Əli, birazdan sen bu qəbul şöbəni minirəm, səni minirəm. Birazdan hamınız qabağımda cavab verəcəksiniz. Qabağımızda məliyəcəksiniz qabağımda. Oğullar, sürtlər, dəyyüzlər, cibriyyətlər, haysiyət. Hə, sağ ol, əlin, qolun bərəkətli oldu. Telefonu götürdü, ürəyimi boşaltdım. Bildi ki, qabildir. Həmən səsim elə bir səsdir ki, 8 milyardın içində bu səs tembri hər yerdə seçilir, hər yerdə bilinir. Mənə qabil türkoğlu deyərlər, mən eləyən mənim xalqım, sizə bu dünyada cənnəti yaşatmağa gəlirəm. Cənnəti yaşatmağa gəlirəm.
Artık dünyaya səpələnməyəcəksiniz. Artık Almanya'ya gitmeyeceksiniz. Almanya Azerbaycan'a gelecek. Cennet Azerbaycan'da olacak. Aziz həmvətənlərim, 9-10 iqlim qurşağı keçir əslində Azərbaycandan. O qurşaqları məhv eləyiblər. Ancaq Mehribanın qurşağı keçir, İlhamın qurşağı keçir. Bunları darmadağın eləyəcəyik. Bir baxın, bunlar eyni zamanda, bunlar Əliyevlər bu son olaylarla Qabili gətirmək, Qabilə cinayət şaşmaq, bununla bir daha gördülər ki, Qabilin ölkəyə gəlməsi anında bütün sosial şəbəkələrdə sensasiya yaradır və hamılıqdan Qabil ölkəyə gələrək hamını qaldıra bilər orada. Artıq buna mən də əmin oldum. Mən də əmin oldum. Ancaq işimizi şansa buraxmamalıyıq. İşimizi şansa buraxmamalıyıq. Dəyərli həmvətənlərim, and olsun namus və şərəfimə, həqiqətən ölkəyə gələsi olsam, yəni ki, bu 17-sinə də həqiqətən, məni ölkəyə buraxmazlar. And olsun. Buradan deyilən 17-si gəlir. Bir dənə nə deyəcəm? Bütün xalq meydana çıxsın, harada qabağınıza keçən devlət nümayəndəsi varsa tapdalayın. Hökuməti ələ alın. Vəssalam. Bu çağırış eləyib birbaşa Gürcistandan girmək istəsəm də bunlar buraxmazlar məni. Amma darıxmayın, zamanı var. Zamanı var, zamanı var. Bir də bəzi adamlar mənə deyir ki, bu məhkəmələrimə görə kömək eləmək, yardım məsələsi. Bilirsiniz, ildə bir dəfə, mən xalqıma hesabat verən adamam, ildə bir dəfə ya 2 dəfə məhkəmələrimə görə pul çağırışı edirəm. Və ən çox topladığım, efirdən topladığım ən çox 1650 euro olub, ən az topladığım 650 euro olub, 550 euro olub, 550. Və üstü çatmayanda da özəl müraciət eləyib düzəltmişəm üstünü və ən böyük əlimə gələn summa euro şəklində 2500 euro olubdur. Ən böyük əlimə gələn bir dəfiyə summa. Və onu da sadəcə bir xadiməçi göndəribdir. Sadəcə. Dəyərli həmvətənlərim, onu biraz, əlbəttə ki, mənə kömək eləyəni bilsələr, məhv eləyərlər, ona görə mən məhvçilik qoruyuram. Amma sabah biləsiniz, maddi, media, meydan, meydan, maddi, media, meydan, 3 cürə dəstək verənlər hər zaman özəl devlət qulluğu hədiyyəsi alacaqlar. Meydan dəstəyi artıq necədir? Bir nəsli, bir kəndi, bir rayonu arxanla apardığın adamların çoxluğundan dolayı sənin hədiyyən olacaq. Nə qədər çox adam aparsan, 100 nəfər aparsan, arxanla 100 nəfər aparsan, 100 minlik, 1000 nəfər aparsan, minlərlə adam aparsan, milyonlarla qiymətinə olan maşınlar, yaxtalar, evlər hədiyyə eləyəcəm sizə. Ölkə daxilində də ola bilər, ölkə xaricində də. Mən kişiyəm, sözümün ağasıyam, mən İlham Əliyev deyiləm. Hər dəfə çıxım, 25 ildir papuqay kimi dediyini hər dəfə də deyir, hər dəfə də deyir. Yox da, məmurlar cəzasız qalmayacaq, nə bilim, nə, xalqa qulluq eləyin, korrupsiya, nə bilim, hər dəfə deyir. Çünki o baş, oğrayın, korrupsiyanın başında elə özü durur. Özü ən böyük korrupsiyanı yerdir. Müharibə olacaq, bəli, müharibə aprel ayında olma ehtimalı var. Mən dünəndən nə deyirəm, təxribat edilsin, müharibəyə soxmaq istəyirlər. Nəysə, mənim vacib işlərim çıxdı ortaya, mən təcili danışmalıyım. Ona görə axşam keyfini yüngülləşdirdim, ordudan danışdım, qısa buradan bir dənə də deyim.